Hacı Qaraman baba 16-cı əsrin axırları, 17-ci əsrin əvvəlləri yaşamışdı. Türkiyənin Diyarbəkir vilayətindən gəlib. Həm Peyğəmbər s.ə.v-in əhli beytinə, seyidlərə bağlıdır. Həm böyük bir evliyə, Allah dostu olub, həm də ki, böyük İslam alimi olub. Və nə qədər də böyük İslam alimləri yetişdiriblər. Və bizdən irəlidə olan Çələbilər mədrəsəsi Hacı Qaramanın oğlu Məhəmməd Çələbi tərəfindən inşa edilmişdi. Orada həm məscid, həm mədrəsə fəaliyyət göstərmişdi. Həm dini, həm dünyəvi elmlər orada tədris olunmuşdu. Orada Azərbaycanın böyük klassik şairi Molla Vəli Vidadi 18-ci əsrdə həmən mədrəsədə təhsil almış, sonra da orada müəllimlik etmişdi. Və belə yüzlərlə daha çox alimlər yetişmiş və Azərbaycanın hər əyalətində yayılmışdılar. Biz bu kənddə doğulub böyümüşük. Cəbrayıl rayonunun ən səfalı kəndi olubdur. Mənfur ermənilər gələndən sonra bu kənddə hamı çıxdı getdi. Yəni bu kənddə biraz qalıblar, qalanda dağıdıblar. Yəni 27-28 ildən sonra gəlib belə görmək kəndi adama pis təsir edir. Əlbəttə evlər dağılıbdır. Ondan sonra yəni cəmaətsiz kənd olmaz. Adama elə bil ki, ilk baxırsan oradan yenəndə adam bir təhər olur da. Yəni doğma kənddir. Qalırsan belə. Səfalı kəndidir, cəmaatı hörmətçil, ondan sonra sağlam, işlək cəmaatıdır. Cəbrayıl rayonunun bütün bəlkə də ərzağın bunlar təşkil edirdilər. Yəni lobiyası, kartofu, nə bilim, alması, meyvəsi. Yəni abad kəndidir, yaxşı kəndidir. Yaxşı ənənələri vardı. Hamısı da Çələbilərin hesabına. Mənim anamın heykəlidir. Onu cəmaat təxminən 80-90-cı illərdə Bakıda düzəltdirib gətiriblər. Anamın qəbri Hacı Qaramandadır. Anamın, dayımın, atamın. Yəni bunu cəmaat edib, sırf cəmaatın öz işidir. Biz qarışmamışıq. Fatma Çələbi mütələqqi bir insan olubdur. Bax, burada klub tikdiribdir. Təxminən 16-17 metr uzunluğunda. Burada yəni toylar olurdu. Ondan sonra Novruz bayramı keçirilirdi. Yol çəkdirirdi. Bax, bu gəldiyiniz yolu anam çəkdiribdi, su çəkdirirdi. Yəni, bax, belə bir qadın olubdu. Hamının xeyrinə, işinə yarayan insan olubdu. O Çələbilikdən, Seyidlidən əlavə, yəni özü, necə deyərlər, belə öndə olan bir qadın olubdu.